İqtisadiyyatımızı müqayisə etməməli. Bizim özümüzün iqtisadiyyatımıza ve inkişaf yolumuza paralel olan ölkələr var. Onlarla müqayisə elə kimi deyirsən, Gürcistanla mı müqayisəyə, Ermənistanla mı? Gürcistanla nereye istəyirkən istənilən göstəricilərdə Azərbaycan Gürcistandan geridədir. Ümumi daxili məhsula da, artıma da. Məsələn, bax Cənubi Qafqazda artım, iqtisadi artım tempi ən aşağı yerdə kimdir? Son 25-ci ilə görə. Azərbaycan Cənubi Qafqazın 75% ən azı, elə olsun 70% iqtisadiyyatı Azərbaycana məxsusdur. Siz indi baxın, məlumat əldə etmək çox asandır. İndi siz fikir verin. Azərbaycanın 72 milyard dollar ümumi daxili məhsulumuzdur. İndi baxın görün Gürcüstanın müdaxilə məhsulu nə qədər. Siz onu niyə rəqəmlərini götürürsünüz? Dövlətin adam başına düşəndən götürülür. Gürcüstan ərazisi 3 milyon yarımdır, biz 10 milyonluq. Gürcüstanın ərazisi 60 min kvadrat kilometr, biz 80 min kvadrat kilometr. Gürcüstanda neft yox, qaz yox, təbii sərvətlər yox. Gəlin baxaq görə Gürcüstana neçə milyon turist gəlir, bizə neçə milyon turist gəlir. Gəlin baxaq görə Gürcüstana il ərzində xarici investisiya nə qədər daxil olur və niyə daxil olur, bizə nə qədər daxil olur. Gəlin görə Gürcüstan il ərzində neçə adda xaricə mal ixrac edir, biz neçə adda mal ixrac edirik. Gəlin bunları müqayisə alıcılıq qabiliyyətinə görə regionda ən çox alıcılıq qabiliyyətinə malik Azərbaycan var. Azərbaycan gəlirlərinin, Azərbaycan ərazisi gəlirlərinin 60%-ni ərzaqa xərcləyir. Yəni özünün intellektual inkişafına, istirahətinə, gəzməyinə xərcləyə bilmir, ancaq yeməyinə. O da dünyada qəbul olunmuş normadır ki, əgər ərzaqa xərclənirsə, o dövlət kasıb dövlətdir. Aydındır. Mən sizə